Yolçu yolda gerek. Getdik. Bir dəqiqə kodlamamışıq. Haradan gelmişsin? Allah'ım. Evet ya. Azerbaycan'ı destekleyeceğiz. İstiyorum çünkü Azerbaycan'da da bir kardeş. No, it's milli dəstə, not Paris Saint-Germain. Buraya da çatdım. Burada indi Şamil gələcək. Şamillə bir yerdə, başqa dostlarla bir yerdə gedirik. Parisə. Yolçu yolda gerek. Getdik. Bir dəqiqə kodlamamışıq. Olan şeydir. Özü sönür ona görə. Avtostop var da. Getdik. Parisə. Parisə gedəndə Fransaya gedikdən sonra bir stop elədik. Burger King'e gelirik. Sifarişimiz də gəldi. Yeməyimizi yeyək. Sonra gedək. 2 saatlıq yolumuz qalıb Parisə. Yol bağlanıb, qalmışıq Parisin içində. Düz otelimizdən 2 dəqiqə aralıdayıq. 2 dəqiqə. Devin göstər. Ay dedəm var, bax. 3 dəqiqə. Bir dənə şeyin səhv girməyin şey yazır. Axır ki çatdıq. Maşını park elədik, qaraja qoyduq. Gedirik otelə. Biz biraz dincələk, sabah yenidən davam edək. Artıq gün başlayır. Biz gedirik Azərbaycanın oyunu üçün hazırlaşmağa, baraban götürəcəyik. Sonra baraban üçün çubuqlar. Möhtəşəm tribun atmosferi olacaq. Şamil bəy də burada enerji depolayır. Eynən. Yemək yeyirik. Öz əsəb keçirik, amma inşallah yaxşı olur. Yaxşı olacaq. Şamilin əziyyətini, bizim əziyyətimizi inşallah milli yerdə qoymayacaq. Haydi. Gedək parkingdən maşın götürək. Hello Paris. Salam Paris. Biz gəlmişik. İnşallah yaxşı gəlmişik. İnşallah. Gedək indi Milli'nin otelinə gedirik. Milli baraban gətirib. O barabanı götürəcəyik. Rupor var, megafonla baraban. Megafonla baraban götürək. Biri də maşındadır, megafon. 2 dənə megafonumuz var. İkisini də apararıq içəri. Möhtəşəm tribuna möhtəşəm olacaq. Hə, Yaxşı tribunamız olacaq. Milli'nin qaldığı otelə gəldik. Milli bu oteldə qalır. İndi Şamil orada barabanı götürür. Sonra çubuqları alacaq. Stadionda möhtəşəm atmosfer olacaq. Yavaş-yavaş həyəcan bizi bürüyür. Artıq Parisin mərkəzindəyik, biraz gəzməyə çıxdıq. Oradan Senadan çox qəşəng görüntü var idi. Gedək baxaq, gedək ora. O, qırmızıda keçdi. Cərimə yazsalar yazacaqlar, qarşıda. Ay, yazmazlar. İzi Park, bu nədir? İzi Park qlobal. Hayat yoxdur. Paris Street Park. Gəl o keçək buradan, gəl o keçək. Zon periferial nədir? Onu bilmirəm, onu bilmirəm ki, nə? Oyuna çox az qalıb. Oyuna başlamadan əvvəl, oyuna getmədən əvvəl Şamildən bir də 2 sual verək, görək nə düşünür. Şamil, özü təqdim etməyə ehtiyac yoxdur, sən hamı tanıyır. Hardan gəlmisən, oyun üçün onu de. Nicalanddan gəlmişik oyun üçün. İnşallah bugün 180 nəfərlə birlikdə Azərbaycan millisinə dəstək olacaq. Oyundan gözləntiləri nədir?
Oyundan gözləntirəm əzmkar mübarizə. Başqa heç bir gözləntimiz yoxdur. Xeyirlisi. Salam. Özünüzü də təqdim eləyərdiniz? Günay, Budapeştdən gəlmişəm. Azərbaycan dəstək üçün buradayam, millimizi. Oyun haqqında nə düşünürsünüz? Oyun haqqında onu düşünürəm ki, nə bilim, yaxşı olar inşallah. Əsas iştirakdır, əsas bura kimi gəlməkdir. Yəni nəticəsini deyə bilmərəm. Bəs təxmin nə eləyə bilər sizə? Təxmin ürəyinizdən keçən ola bilər və yaxud Ən təxmin olar? azından istəyərəm ki, bir xal götürək. Yəni futbolda da hər şey gözləmək olar. Ukraynadan sonra da ümidim artıb. Yaxşı olar. Xeyirlisi, xeyirlisi. Sağ ol. Şamilgə Eyfelə qarşı dayanaq. Eyfelin yanındayıq. Ay sağ ol. Eyfelin qarşısındayıq indi. Buradan deyək izləyicilərimizə kanala abunə olsunlar, videoları like eləsinlər. Mütləq. Nə qədər çox olsa, Bir o qədər yaxşı olar. həm də motivasiyanı Motivasiya olar. Tribunada da daha çox insan gələr. Milli də daha yaxşı oynayır, klublarımız da daha yaxşı oynayır. Orxan əməlli başda əziyyət çəkir. Burada banner düzəldir. Əsl sənətkar. Ya şəkil çəkərəm. Biz maşınlara qədər girə bilir, olan sağ şeyini atıraq. Milli dəstənin əsas bannerini içəri buraxmırlar. Ona görə də Orxan burada banner çəkir. Deyirəm də Səbəb də odur ki, bayrağın bannerin üstündə Babək, yəni Babəyin və onun qılıncın şəkli var. Bu da Xürrəmilər hərəkatında olduğu üçün nə bilim onu araşdırıb eləyib, deyib ərəblərə qarşı təxribat kimi görür. Ondan dolayı da stadiona buraxmır. Biz də tez bazar, sağ olsun Orxan, burada bir yerdə banner düzəltdik. Kim necə gəldi bro? Burada bizim köhnə dostumuz Orxan Barini var. Orxan Barini. Ciddi olarım mən. Neçə başa girəm. Ürəyin necə istəyir elə ol. Sadə ol əsas. Suallar. Hardan gəlmisən Orxan boyuna baxmağa? Şey oxşadı elə bu. Bərbər var ya. Mən hardan gəlmisən? Allah'ım. Evet ya. Zarafat bir qara. Hardan gəlmisən boyuna baxmağa? Almanya'dan Berlin şəhərindən gəldim. Almanya'dan Berlin şəhəri. Oyun haqqında düşüncələr nədir? Oyun haqqında ciddi desəm, oyunu buraxmasaq, yəni hesabı qatışdırmıram da, yəni dəhşət və vəhşət ola bilər, sensasiya ola bilər, heç nə fikirləşmək istəmirəm. Oyunu buraxmasaq, belə fikirləşirəm ki, hesab soruşursansa 3-1, 3-0 ya da maksimum 4-1 kimi hesabla. Yox. Reallıq başqadır da, yəni reallığı qəbul etmək lazımdır. Sağ ol Orxan, sağ ol. Getdik. Şalalalala Azərbaycan Dararararararar Azərbaycan Taksi şoförün doktoru. Milli dəstə yüz verəcək biraz. Do you want to join Milli dəstə? Our fan club. My fan club, it's Paris Saint-Germain. No, it's Milli dəstə, not Paris Saint-Germain. He's the best. PSG. La 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 Azərbaycan. Good today. Good match. Do you know Yes, the football club I like Karabakh? Yes, Karabakh, yes. yeah. Europa League is good team. Europa League, no Yes. Champions League, man. This year, Last year yeah, is Europa League. yeah. Europa League, your favorite competition for Yeah, Karabakh yeah. is Europa League. Next year, Champions League. Champions League is this year actually. Yes. Possible. It's good team for. Yeah, I it's like a good it. thing. Do you have money? Yes. Yes, go and bet for Go and bet for- Azerbaijan today. No. Karabakh, yes. It's old. I'm sorry, my English is very fast. No, it's okay. Karabakh is old bet. Uh-huh. I bet for Karabakh win. Yes. Oh, My okay. favorite team for It's Karabakh. Karabakh, Okay. exactly. Today, French, Azerbaijan, French win 2-0. It's not big score. Okay. Azerbaijan possible strong for defensive. I think they're going to score a goal, but it's gonna be still a win for France. 3-1. My guess. 2-0. 2-0. Okay. And who scores today? I not understand. Mbappe. It is or- scored.
Mbappe possible one, and second Olise. Olise. Okay. Olise possible. Okay. Good. Possible. Stadiona yaxınlaşırıq. Əməlli adam gəlir. Lay 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 lay. Azərbaycan. Stadiona gəlirik, çatırıq. Azərbaycan formamızla indi. Burada düşürəcək bizi. Here? For you, it's All right. Thank you, mate. thank you, my friend. Enjoy. For move. Là, WhatsApp. Allez-y. Başsalarıq. Bonjour. Away tribune. Alors, tribune, visitor, gate 8, Yeah. okay for me. In the back, I must Yeah. see your bags, please. Yeah. Can you open them for me? Yeah, sure. Stand visitor, vous êtes together? Combien? Four of you? All the same ticket? Yes. Anything tickets, please? Yes. Gate A, it's okay. Back. Anything forbidden here? Nothing forbidden? Okay, thank you. Allez-y, contrôlez les cartes. Fransızlarla biraz intervyu eləmək çətindir. İngiliscə danışmırlar. Fransızlar nədilər? Yavaş-yavaş stadiona bizə girişdəyik. Azərbaycan. Girdi içəri. Yeah, I can open it. Thank you. Thank you too. Excuse me, sir. It's in baggage locker, please. What? The mic and the camera. You can't go. You cannot go. What? No, I can. No, you can't. No, I'm not going to... Orada. Allah 15 dəqiqə məhz saxladı burada ki, bir paravan çarı baxana ki. Ne oldu? Emə belə gedin. Emə Aa. uzaqdadır. Bayaq əmdən gəldi də. Kameranın əlindən aldılar. Ona görə telefonla davam edəcəyik. Neyse. Ben burada doğdum büyüdüm. Babam Senegal'e emanet. Evet, zaten Azerbaycan'ı destekliyor. Kesiyor çünkü Azerbaycan zaten biz kardeş. Bir millet iki devlet. Aynen. Helal olsun ya. Desteğin güzel. Siz benim kıymetim. Oba!
bölünməz, vətən bölünməz, şəhidlər ölməz. 2 dəqiqə lavə olunub. Haydi milli. Oba! Oba! Haydi! Oy 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 oy. Fasilə olmadan birini bıraktı. Kylian Mbappé vurdu. Ama tribuna möhtəşəmdir. Tribuna inanılmaz. Azərbaycan. Və fasiləyə 1-0 geride gedirik. Haydi millimiz uğurlar. Haydi Kilsan başlıyor milli. Davay milli. Çox asan top itiririk, çox asan top itiririk. Kylian, əla. Əla, Mahir, ay Mahir. Mahir, 10 nömrə. Kylian, al. Musa get. Şahruddin.
Millimiz yine ortadan başlayır. Başlama vuruşunu yerine getirir. 2-0. Fabio golü vurup oyundan çıktı. Yerine Camavinga girdi. $2-0 oldu 70. dakika. Aslında Fransa'ya karşı o kadar pisləşdə değil. Fransa dünyanın en yaxşı millilərdən biridir. Ama millimiz əzimkar oynuyor. Milli dəstəmiz də çox dəhşət. Maçın bitməyinə artıq 8 dəqiqə qalıb. Fransa azarkeşləri də dəhşətdir. Milli dəstəli möhtəşəm. Əla tribuna, əla möhtəşəm atmosfer. Gedək. Səsküy çoxdur ha. Eləyək də, inşallah eləyək də. Olacaq. Son dəfə, davay. Barkola dayanmır da, Barkola oynayır elə. Bunlar dəhşətləri. Vay.
Dəhşətlə, dəhşət. Aha, çox. Hələ 3-0 yaxşıdır ya. Fransız azarkeşlərlə bir-birimizi dəstək eləyirik. Maç da bitti ha. Bu arada maç da bitti. Maç bitti artık. Fransızlarla oynadık. Like eləyin, komment yazın. Onsuz da olmağı gözləmirdik. Amma əla dəstək oldu. Milli də sağ olsun. Gələn oyunlarda yaxşı oynayaq. Aldı hamımıza. Davut işte, Davut. High five, high five. Maç bitdi artıq. Biz də stadiondan çıxmışıq. Şamili gözləyirik, Barabanı getdi verməyə. Onsuz da yəni, maçdan qələbə gözləmirdik, realist olaq. Amma milli də biraz əzmkar oldu, yəni düzdür. Gücümüz budur da, belə deyək. İnşallah gələn oyunlarda daha yaxşı nəticə olar. Tribunamız möhtəşəm idi. Həqiqətən 90 dəqiqə dayanmadan dəstək olduq. Siz də videoları bəyənirsinizsə, like eləyin. Kanala abunə olun, bu böyük motivasiyadır. Qarabağın Bilbao səfərində olacağıq. Özünüzə yaxşı baxın. Gələn görüşlərə dək milli haqqında da fikirlərinizi kommentlərdə bölüşsəz yaxşı olar. Sağ olun.